Salam əziz şagirdlər. Bugün nitro birləşmələr, aminlər, amin turşular, zülallar mövzusundan ilk 25 suala baxacağıq. Birinci sualda anilin üçün doğru ifadələri müəyyən edin. Suda yaxşı həll olur. Xeyr, anilin suda yaxşı həll olunur. Əsasi xassəsi amonyaka nisbətən zəifdir. Bəli, doğrudur. 1 molun tam yanmasından 3,5 mol su alınır. Anilini yazaq. C6H5 NH2. Yanan zaman əmələ gətirir karbon qazı, su və azot. Əmsallaşdırsaq, burada 6 karbon var, burada 6 atarıq. Bizə 1 molunun yanması deyir. Hidrogenlər 5, üstə gəl ki 7 dənə buradadır. 7-ni 2-yə bölsək, edir 3,5. Demək, 1 molunun yanmasına 3,5 mol su alınır, bu doğrudur. Brom ilə birləşmə reaksiyasına daxil olur, xeyr, əvəz etmə reaksiyasına daxil olur. Cavab olacaq bir də A variantı. İkinci, metil amin və alanin ilə reaksiya daxil olan maddəni müəyyən edin. Demək, kalium hidroksidlə xeyr, hər ikisi daxil olmur. Natrium xloridlə də həmçinin hər ikisi reaksiya daxil ola bilmir. H-xlor. H-xlorla həm metil amin, həm də alanin reaksiya daxil ola bilər. 2-də olacaq C variantı. Üçüncü. CH3NH2, yəni metil amin, xlorid turşusuyla reaksiya daxil olur. Buradan alınır CH3 NH3 xlor. Sonra bunun üzərinə natrium hidroksid gəlirik. Alınır Z maddəsi. Yəni CH3 NH2, yəni burada bu NH3-dəki hidrogenin biri gəlir OH-la bir yerdə su şəklində ayrılır. Natrium gəlir bu xloru götürür. Yerdə də qalır CH3 NH2. Yəni metil amin əmələ gəlir. Z maddəsinin xassələrini düzgün əks etdirən variantı seçməliyik. Demək, suda yaxşı həll olur, bəli, düzdür. 1 molunun həcmi 22,4 litrdir. Bəli, qaz halındadır. Ona görə 2 doğrudur. Kalium hidroksidlə reaksiya daxil olur, xeyr, daxil ola bilmir. 3-də olacaq C variantı. 4-də. Amonyak, fenilamin və metil amin. Bunların əsaslı xassələrinin artma sırasını müəyyən etməliyik. Ən çox olacaq artma sırası üzrə. Ən çox olacaq demək metil amində. Yəni metil amin budur, CH3NH2. Ən çox bundadır, yəni 3-də ən çoxdur. Sonra olacaq nisbətən daha az, yəni ortada olan amonyak olacaq. Ən az isə fenil amində olur. Yəni amonyak orta mövqedə olur. Fenil aminlərdə daha az olur. Metil amində isə daha çox olmuş olur. Artma sırası da 2, 1, 3 olacaq. 4-də A variantı. 5-də. H-xlor ilə birləşmə reaksiyasına daxil olan maddələri müəyyən edin. Demək, etin, yəni asetlin, bəli, bu H-xlorla birləşmə reaksiyasına daxil olur. Metil amin. Aminlər də həmçinin hidrogen xloridlə birləşmə reaksiyasına daxil olur. 2-ni də götürürük. Etanol. Etanol H-xlorla əvəz etmə reaksiyasına daxil olur. Ona görə cavabımız olacaq 5-də C variantı. 6-da. Enin hansı qiymətində bu birləşmə amin kapron turşusudur? Demək, kapron turşusu olması üçün bu amin turşu molekulunda ümumilikdə 6 dənə karbon olmalıdır. İndi biz E'nin qiymətini tapmalıyıq. Bizim də 6 karbonun biri buradadır. Yerdə neçəsi qaldı? 5. Demək, E'nin qiyməti 5-ə bərabər imiş. 6-da olacaq D variantı. 7-də. Doymuş birli aminin 1 molunun tam yanmasından alınan qaz qarışığının kütləsi bu aminin nisbi molekul kütləsindən 57 qram çox olarsa, amin molekulunda atomların ümumi sayını müəyyən edin. Doymuş birli amin, yəni aminlərin ümumi formulu CnH2n plus 1 NH2-dir. Bunun 1 molunun yanmasıdır. Yandırsaq alınır karbon qazı, su, bir də azot. Karbonumuz N dənədir. Burada N yazırıq. Hidrogen 2n plus 1 üzə gəl ki, yəni 2n plus 3-dür. Onu da biz 2-yə bölsək, olacaq N plus 1 onda 5. Suyun qarşısına yazırıq N plus 1 tam onda 5. Azotun da qarşısına düşəcək 0 tam onda 5. İndi deyir, alınan qaz qarışığının kütləsi. Qazlarımız olacaq karbon qazı, bir də ki azot qazı.
0,5 mol. Bunların kütləsi nə qədərdir? Karbon qazı emeri 44-dür. N-ə vururuq 44-dən. Üstə gəl 28 0,5 oranında 14. Alınan qaz qarışığının kütləsi aminin, yəni bu aminin nisbi molekul kütləsindən 57 qram çoxdur. Aminin nisbi molekul kütləsi, bunun emerini hesablasaq 14-dən üstə gəl 17 və 57 qram çoxdur. Buradan da hesablayıb tapırıq. N bərabərdir 2. Yerinə yazırıq. Formulumuz olur C2 H5 NH2. Burada olan atomların ümumi sayını istəyir. 2, 5, 7, üstünə 1, 8, üstə gəl 2, 10 dənə olacaq. 7 də olur B variantı. 8. Metal amin üçün hansı ifadələr doğru deyil? Metal amin budur. CH3 NH2. Hansı ifadələr doğru deyil? Su ilə metil ammonium hidroksid əmələ gətirir. Su ilə reaksiyaya daxil olan zaman belə bir birləşmə alınacaq. Yəni birləşmə reaksiyası gedir. Hidrogenin biri gəlir, bura birləşir. OH da qalır burada. Bəli, bu doğrudur. Amonyaka nisbətən zəif əsaslı mı? Xeyr, amonyaka nisbətən daha güclüdür. Bizdən səhvləri soruşursa, onda 2-ni götürərik. Suda məhlul lakmusun rəngini qızardır. Xeyr, qızartmır. 2, 3, 8 də olacaq C variantı. 9. Yəni amillər burada qızartmır, yəni göyərdirlər lakmusun rəngini. Hansı maddə suda yaxşı həll olur? H-klorla birləşmə reaksiyasında daxil olur. 1 molun həcmi 22,4 litrdir. Yəni qaz halındadır. B-ni çıxırıq, çünki sirkə turşusu mayedir. C-də metil spirti mayedir. D-də etil spirti mayedir. Qaldı A ilə Y. Burada da suda yaxşı həll olur deyirsə, onu da A variantını götürürük. 9-da A variantı. Sonra doymuş alifatik birli amin molekulunda protonlar sayı 26. Formul CnH2n plus 1 NH2. Protonların ümumi sayı. Protonu 6 dənə, hidrogenin 1 dənə, azotun 7 dənə, hidrogenin 1 dənə. Protonun sayını vururaq indeksinə. 6 vur N, 6N. Hidrogenin 1 protonu var, sayına vururuq 2N plus 1. Azotun 7 protonu var, sayına vururuq 7. Hidrogenin 1 protonu var, sayına vururuq 2. Bərabərdir 26. 8N bərabərdir 16. N bərabərdir 2. Yerinə yazsaq C2 H5 NH2. Molekulunda hidrogen atomlarının sayı hidrogen 5 burada, ikisi burada 7 dənə olacaq. 10'da olur B variantı. 11. Hansı reaksiyaların getməsi mümkündür? Metil amin. Demək, bu reaksiyaya daxil olacaq oksigen, birinci nitrat turşusu. Nitrat turşusu ilə reaksiyaya daxil olur. Bu mümkündür. İkinci natrium hidroksidə xeyr, qələbələrlə reaksiya daxil olmur. Oksigen ilə bəli daxil olur. Kalium sulfit ilə belə bir reaksiya yoxdur. Cavab olacaq 1, 3, 11-də Y variantı. 12. Doymuş birli amin molekulunda sigma rabitələrin ümumi sayı. Formul CnH2n plus 1 NH2. Demək, açıq quruluşlu maddələrdə sigma rabitənin ümumi sayı molekuldakı ümumi atom sayından bir vahid əksikdir. Yəni, N bərabərdir 3N plus 4 minus 1. Edəcək 3N plus 3. Molekulda hidrogen atomların sayı N minus 3 bərabərdir. 2N plus 1 hidrogen buradadır. İkisi də burada. 2N plus 3. İndi M'in bu qiymətini gətirib yerinə yazırıq. 3N plus 3 minus 3 bərabərdir 2N plus 3. Buradan da N bərabər olacaq 3'ə. Formulumuz C3H7NH2'dir. Bizdən nə istəyir? Amin üçün hansı ifadələr doğrudur? Molekulda 13 atom var. Molekulda 13 dənə atom var. Bəli, düzdür. Nisbi molekul kütləsi 45'dir. Hesablayaq. 12'ni vurduq 3'ə 36. Hidrogen kütləsi 1'dir. Vurduq sayına 7. Azot 14. Hidrogen 2. Bu edəcək 43 üstə gəl ki 45 üstünə 14 gəlsək 59 eləyir. 2 yanlışdır. Sonra 3-cü molekulda 34 proton vardır. C3H7NH2. Karbonun 6 protonu var. Hidrogeni 1. Azotun 7. Hidrogenin 1. 6'nı vurduq 3'ə 18. 1'i vurduq 7'yə 7. 7'ni vurduq 1'ə 7.
Hidrogen də 2 vur 1 2 edəcək. 14 üstə gəl 2 16 34. 3 doğrudur. Sigma rabitələr, karbon-karbon sigma rabitələrin sayı 1-dir. Quruluşu çəkək. Doymuş birli amin deyirsə elə bu formada yazırıq. Karbon-karbon sigma 1, 2 dənədir. 4 yanlışdır. 1 molun tam yanmasına 67,2 litr karbon qazı əmələ gəlir. C3H7NH2, yəni bu yanan zaman karbon sayı qədər 1 molu, molekuldakı karbonların sayı qədər karbon qazı əmələ gətirir. 3 mol nə deməkdir? 3 vur 22,4, yəni 67,2 litrdir. Cavab olacaq 1, 3, 5, D variantı 12-də. 13. Venn diaqramına əsasən A-ya uyğun olanları müəyyən edin. Yəni fenol və anilin üçün ortaq xüsusiyyəti tapmalıyıq. Natrium hidroksidlə reaksiyaya daxil olur. Xeyr, bu ortaq xüsusiyyət deyil. Molekulda bütün karbon atomları sp2 vəziyyətindədir. Fenolun formulu nədir? Bu hissədə hidroksil qrupu var. Belə. Anilin isə burada NH2 qrupu var. Bu formada olur. Bütün karbon atomları sp2-dir. Bəli, hər ikisində bütün karbonlar sp2 vəziyyətindədir. Brom ilə əvəzetmə reaksiyasına daxil olur. Bəli, düzdür. Natriumla reaksiyasından hidrogen alınır. Xeyr, bu doğru deyil. Nitrat ilə reaksiya daxil olur və hər ikisi nitrat turşu ilə reaksiyaya daxil ola bilir. 13-də olacaq D variantı. 14. Demək, bu maddəmizlə reaksiya daxil olmayan maddələri müəyyən etməliyik. Bu amin turşudur. Bununla reaksiya daxil olmayacaq. Kalium hidroksidlə reaksiya daxil ola bilirlər. Bizə daxil olmayanlar lazımdır. Biri götürmürük. Natrium nitratla daxil olmur. Nitrat turşu ilə daxil ola bilər. Mislə daxil olmur. Metil spirti ilə reaksiya daxil olur, amma natrium xloridlə reaksiya daxil olmur. Demək, burada buna uyğun olaraq cavabımız olacaq. Yəni, burada səhv etmişəm. 4, 2, 4, 6. C variantı. 15. Doymuş alifatik birli amin və sikloalkan molekulunda sigma rabitələrin ümumi sayı bərabərdir. Amma sikloalkanın bizi emerini veribdir. Ona görə ilk olaraq ondan işləyək. Sikloalkanların ümumi formulu CnH2-dir. Nisbi molekul kütləsi 56-dır. Bunun emeri 14 n bərabərdir 56, n bərabərdir 4. Demək, formul C4H8-dir. İndi bunun molekulunda nə qədər sigma rabitə var? Siklik birləşmələrdə ümumi atom sayı sigma rabitələrin sayına bərabərdir, yəni 12. Doymuş alifatik birli amin CnH2 plus 1 NH2. Demək, açıq quruluşlu maddələrdə sigma rabitələrin ümumi sayı ümumi atom sayından bir vahid əksi olacaq. Yəni 3n plus 3 bərabərdir 12, n bərabər olacaq 3. Formulumuz C3H7NH2. İndi bizdən bunun emerini istəyib. Nisbi molekul kütləsi 12-yə vurup 3 vur 12, 36, üstə gəl 7, üstə gəl 14, üstə gəl 2. Bu da eləyəcək 59. 15-də olacaq A variantı. 16. Etil amin və anilin üçün eyni olan nədir? Demək, əsaslı xassəsi amonyakdan zəifdir. Xeyr, etil amininki amonyakdan güclüdür, amma anilin ondan zəifdir. Bizdən eyni olanı istəyir, biri götürmürük. 1 mol tam yandıqda 11,2 litr azot əmələ gəlir. Yəni, hər ikisi yanan zaman 0,5 mol azot əmələ gətirəcək. 0,5 molda 0,5-i vururuq. 22,4-ə, yəni 11,2 litr N2 əmələ gəlir. Bu iki doğrudur, eyni olandır. Sonra suda yaxşı həll olur. Suda yaxşı həll olma bu etil aminə aiddir. Xlorid turşuyla duz əmələ gətirir hər ikisi. 2, 4 olacaq 16-da B variantı. 17. Metil amin və etanol ilə reaksiyaya daxil olan maddələri müəyyən edin. Hər ikisi ilə reaksiyaya daxil olan natrium hidroksidlə metil amin daxil olacaq, amma etanol yox. Nitrat turşusu ilə hər ikisi daxil olacaq, kaliumla da etanol daxil olacaq. Hər ikisinin daxil olduğu nitrat turşusudur. 17-də C variantı. 18. Etil amin 1 molunun tam yanmasından alınan suyun kütləsi və tam yanmasından alınan azotun kütləsi. Etil amin C2H5NH2. Bu yanan zaman üzərinə oksigen gəldi. Alınır karbon qazı, su və azot. Bizə su və azot deyirsə, onları elə əmsallaşdırsaq kifayətdir. Azotu biraz kənardan yazaq. Demək,
Azotu aşağı hissədəcək. Azotun qarşısına düşəcək 0,5. Suyun qarşısında da hidrogenlərimiz 5 üstə gəl ki 7 dənədir. 7-ni böldük ki 3,5 mol su. Alınan suyun kütləsi 3,5 mol su. Kütlə dediyindən 3,5-i vuracaq 18-ə. Edəcək 63 qram. Alınan azotun kütləsi də 0,5 mol N2. Yəni 0,5-i vururuq 28-ə 14. M böl N istir. Yəni 63-ü böləcəyik 14-ə. Bu da edəcək 4,5. 18-də Y variant. 19. Anilin ilə reaksiya daxil olan maddələri müəyyən edin. Anilin C6H5NH2. Bunlar reaksiya daxil olan maddələr. Kalsium hidroksid ilə daxil olmur. Bromla reaksiya daxil ola bilər. Nitrat turşusu ilə daxil olur. Natrium xlorid ilə də reaksiya daxil olmur. 19-da olacaq D variant. 20. Etilamin. Bir molun yanmasından alınan karbon qazının və hidrogenin azotun həcmi. Etilamin C2H5NH2. Yanan zaman əmələ gətirir karbon qazı, su və azot. Azotun qarşısına 0,5 düşür. Karbon qazı da karbonların sayı qədər mol miqdarda alınır. İndi bizə həcm deyir. X bərabərdir. Karbon qazımız 2 moldur. 2-ni vuruq 22,4-ə. Eləyir 44,8. X-in qiyməti oldu. Y də bərabərdir. 0,5 mol azot, yəni 0,5-i vururuq 22,4-ə. Edəcək 11,2. İndi 44,8 bölməliyik 11,2, o da eləyəcək 4. 20-də D variantı. 21. Doymuş bir əsaslı karbon turşusu, doymuş alifatik birli amil, molekulunda sigma rabitələrinin ümumi sayı və hidrogenlərin sayını verir. Doymuş bir əsaslı karbon turşusu CnH2NO2-dir. Və bizə deyir molekulunda hidrogenlərin sayı 8-dir. Yəni 2n bərabərdir 8, n bərabərdir 4-ə. Tapdıq. Demək C4H8O2-dir. İndi molekulunda sigma rabitələrinin ümumi sayı açıq quruluşlu birləşmələrdə, yəni sikli olmayan birləşmələrdə ümumi atom sayından bir vahid əksik. Yəni burada ümumi atom 14 dənədir, ondan bir vahid əksik 13 dənə sigma rabitəsi var. İndi doymuş alifatik birli amil. Doymuş alifatik birli amillərdə də sigma rabitələr sayı n-4, yəni 13/4, 9-a bərabərdir. Açıq quruluşlu birləşmələrdə dedik, ümumi atom sayından bir vahid əksik. Ümumi atom 3n+4-də, ondan bir vahid əksik. 3n+3 bərabərdir nəyə? 9-a. N də bərabərdir 2-yə. İndi bu formulu yazsaq C2H5NH2. Molekulda hidrogenlərin sayını X verib, X-i tapmalıyıq. Hidrogenlərin sayı 5 üstə gəl 2, 7-yə bərabər olacaq. 21-də B variantı. 22. Etan və etil amilindən ibarət 20 litr qaz qarışığı. Etan, C2H6 və etil amil C2H5NH2. Bu qaz qarışığının tam yanmasından alınan azotun həcmi. Bunlardan yandıqda azot əmələ gətirən etil amildir. Və 20 litr qaz qarışığı var. Bunun yanmasını yazaq ilk olaraq. Oksigen. Alınacaq 1 moluna 0,5 mol azot alınır. Demək, və deyir ki, tam yanmadan alınan azotun həcmi ilkin qaz qarışığının həcminin 40%-ni təşkil edir. İlkin qaz qarışığımız 20 litrdir. Onun 40%-i 8 olur. Demək, 8 litr azot alınanda görə neçə mol etilamil reaksiya daxil olub bilmirik. Amma 0,5 mol 22,4-ünə 22,4. Buradan tapaq X-i. X bərabərdir 16-ya. İndi ilkin qaz qarışığında etanın həcm payını istəyir. Etanın ilkin qaz qarışığımız 20-dir. Onu 16-ya əgər etilamindirsə, qalanı 4-ü olacaq etanın payına C2H6-ya. İndi etanın həcm payını tapmalıyıq. 4 20-nin 20%-ni təşkil eləyəcək. 22 A variant. 23. Demək, benzol nitrat turşusu ilə reaksiya daxil olur, alınan nitrobenzol C6H5NO2. Bunun hidrogenlə reaksiya daxil olmasından alınacaq C6H5NH2. Buna da xlorid turşusu ilə təsir göstərsək, alınar C6H5NH3 xlor. A maddəsi nədir? Karbohidrogenin halogeni törəməsidir. Xeyr. Duz durumu, bəli, bu duzdur. 23-də olacaq B variantı. 24.
Doymuş birli amin molekulunda karbonların sayı. Doymuş birli amin CnH2n plus 1 NH2. Molekulunda karbonların sayı A'dır. Yəni N bərabərdir A-ya. Proton sayı bərabərdir M-ə. Demək, molekulunda karbonların sayı A'dırsa, yəni biz onda burada N'lərin yerini elə silib A yazaq. Aha. İndi proton və neutronların sayı. Proton sayı M bərabərdir. Karbonun 6 protonu var. Kütləsi 12, hidrogen 1, azot 14, 7, hidrogen 1. Karbonun 6 protonu var. Vurduq sayına 6. Hidrogenin 1 protonu var. Vurduq sayına 2A plus 1. Azotun 7 protonu var. Vurduq 1'ə eləyir 7. Hidrogen də 1 protonu vurduq sayına 2. Eləyir 8A plus 10. Neutron sayı isə bərabərdir. 12-dən 6 çıxdıq. 6 vururuq sayına 6. Hidrogen 1-dən 1'i çıxdıq eləyir 0. Hidrogenləri nəzərə almayacaq. Azot da 14-dən 7 çıxdıq. 7, 7-ni vurduq 1'ə 7. Belə. İndi M minus N bərabərdir. M-i tapdıq 8A plus 10. N də çıxırıq. 6A üstəgəl 7. Mötərizəni açsaq 8A üstəgəl 10. Çıxılsın 6A. Çıxılsın 7. Bərabərdir 2A plus 3. Bu da olacaq 24'də C variantı. 25. Doymuş birli amin 36 qramda 8 mol atom olarsa. Doymuş birli amin CnH2 plus 1 NH2. Əgər bunun 36 qramında 8 atom olarsa, bunun emeri neçədir? 14N plus 17. Burada nə qədər atom var? 3N plus 4. İndi buradan N'i tapaq. N də bərabərdir 2. İndi bu amin molekulunda karbon atomları sayını istəyir. Biz də N'i qiymətini tapdıq 2. 25'də olacaq D variantı. Demək, amillər bölməsindən ilk 25 suala baxdıq. Ümid edirəm ki, sualların hər biri sizə aydın oldu. Qaranlıq məqam qalarsa, rəylərdə suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.